eviniz tikilsin. Birinci elden tikinti materialları perakende satışla Abşeron'da. Taxta, kafel, dam örtüyü, seme, boru ve daha çoxunu ilk elden alın. Tercihinizi azaldın. Abşeron Ticaret Mərkəzi. Ünvan Hökmətən Dairəsinin yanı. Perşembe pazar Xəzər TV'də efirə qayıdır komedi kanal. Gülməli məzəli səhnələrlə sizə gülüş verir komedi kanal. Yepyeni səhnələr bizdə izlənər. Şan parodiyalar hamısı bizdə. Sizlərə gülüşü bəxş edərik biz. Sizin qarşınızda komedi kanal. Ha Basana. Salam Bazana. Necəsən, nə var, nə? Sağ ol. Ha Basana. Görürsən bu Abşeron Ticarət Mərkəzində nə qədər yeni mağazalar açılır. Nə desən var da. Həm də maşın saxlamaq üçün geniş parkingi var. Maşının da yoxdur, avtobuslar da işləyir. Deyirəm Bazana, gəl şərikinə bir dənə mağaza götürək işlədək. Bazanaqla şərikinə iş görərlər, hər özü üçün götürsün də. Onda albışını bağın da mübarək olsun. Gəlmirsən bağa? Mən getdim özümə mağaza götürməyə. Sən canım mısmırığı sallama. Və dostlarım mənə qonaq çağırır, yeyib içməyə çağırır. Gedim oturum onlarla yeyim içimdə. Elə şey yoxdur. Uşaq gecə narahat yatır. 1 saat mən baxacam, 1 saat sən baxacaqsan. Növbəli. Uşaq niyə narahat yatır? Çünki altın istadır, nəmişlikdən rahat yata bilmir. Budur, gələ. Predo bezi. Əsil Türkiyə istehsalıdır. Uşağın altını quru saxlayır, nəm olmur, pişməcə allergiya vermir. Yaxşı, get. Gedim. Amma tez gəl. Getdim dostlarımla yeyib içməyə. Qurban olasan Predoya. Hə, mən getdim yeyib içməyə. Xüsusi sponsorumuz Bizondur. Bizon Pink seriyası xanımlar üçün xüsusi olaraq hazırlanmış içkidir. Bizon Pink sadəcə bir içki deyil, qadınlara özlərini əzizləmək və daxili gözəlliklərini qeyd etmək imkanı verir. Bizon Pink hər cəhətdən qadınlar üçün nəzərdə tutulmuş, detalları ilə onların həyatlarında kiçik qaçışlar üçün mükəmməl yoldaş olmağı vəd edir. Ofsaytın yeni açılmış Kitab Ofsayt mağazasında 4 kitap alan yalnız 3'ünün pulunu ödəyir. Kitab Ofsayt mağazasında sizin zövqünüzə uyğun çeşit kitablar sizi gözləyir. Buyurun Kitab Ofsayt'a. Salam aleyküm. Salam aleyküm. Qardaşlarım evlə xoş gəlmisiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun 1-ci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəng-bərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar. Modul tipli dörtlü işçi masalarımız, gözləmə zalları üçün oturacaqlar. Bu da bizim səhiyyə mebellərimiz. Bu da masaj masası olar. Bəli, qonaq otağı üçün stullar, ofis üçün mebellər. Ha, belə kresloda oturub işləməyəsən nə eləyərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Xoş gördük hər birimizi. Gülməyi sevən insanlar, gülüşü sevən insanlar, siz bizim ürəyimizsiniz, bilirsiniz. Bu səhnəyə çıxan, gülüşlə bağlı çıxan hər kəs sizi çox sevir, amma daha gürültülü alqış. Burada olduğumuzu hiss eləyək, sizin o enerjinizi hiss eləyək. Var insanlar, görürsünüz, yəni mən indi deyəcəyim insanlar hər birimizin qohumunda, əqrəbasında da var. Tanıyırsınız elə adamları, narahat adamlar. Narahat, yəni hər kəsin həyatına müdaxilə eləmək, öz həyatından başqa hamının həyatını yaşamağa çalışır. O nə eləyir, bu nə eləyir, o hardadır, bu hardadır. Hər dəfə o bir sürpriz eləyir. İnanmazsan ki, indi soruşur, amma soruşur. Bax, bu odur. Allah şəfa versin xanım. Alqışlarınızla Komedi Xanada Xəstə xana. Ay, 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 canım ağrıyor. Ay, canım ağrıyor. Bu neydi benim başıma geldi? Hiç yatsam yuxuma girmezdi ki. Ürək əməliyyatı olacağım. Açıq ürək əməliyyatı. Ölürüm. Ay, görəm uşaq bal yığa bildi. Nətər yığacaq? Blokdan 52 xal yığıb ondan ara düşəcək. Heç yerə düşməyəcək. Canım ağrıyır. Ay canım. Ha, buyurun, sizin ananız buradadır, buyurun. Kesin. Can. Can ay ana, can.
Sənə özüm qurban olum, ay ana. Ölürəm. Sənin iniltirdə qurban olum, ay ana. Sənə qıyan həkimin görüm əlləri qurusun, ay ana. Sənə qıyan həkim. Hanım, siz niye beni karşı ediyorsunuz ki? Sizin ananız can haindeydi, biz onu hayata qaytarmışıq. Durup biz burada bizi karşı ediyorsunuz. Can, yandığından deyirəm, ay doktor, yandığından deyirəm. Anam deyir, ana da ürəyi partlayır, yanıram. Başa düşdük də. Ölürəm bala. Can, Ölürəm. can. Ölürəm. Elə demə, ay ana, elə demə, ay ana. Səni bıçaqlayıb əməliyyata salan həkimi görüm, gör olsun, ay ana. Gör olsun, ay ana. Hanım, sizin ananızı biz əməliyyat eləyib, əməliyyatdan sağ çıxartmışıq. Bu ölsəydi siz nə qarardınız? Burada qarış edirsiniz. Neyim ay doktor, anam deyə dözə bilmirəm, ürəyim partlayır axı. Anamdır, görmüşəm yıxılıb kravatı, ürəyim dözmür axı, ay doktor. Sənə nə var? Depozit almısan, anamı ki şaqqalayıb atmısan bura. Səni görüm, ay ana. Sənə gələn dərbələ o həkimin ürəyinə gəlsin. Həkimin ürəyinə gəlsin o dərbələ, ana. Hanım, Ana. 15 dəqiqə vaxtınız var. Xəstəni yormayın, əlavə informasiya verməyin. 15 dəqiqə, baxın, çıxın. Yaxşı? 52. 52? 52. Nə də ayna? Vəsiyyət edirsən, nə də 52? 52 dənə tikiş atıblar ürəyimə. Oy, sən o 52 dənə tikiş atan həkimi görüm, barmaqları çürüm ayana. Çürüm çürsün o barmaq. Ay xanım, yenə başladınız. Yenə başladınız. Burun da öyle, elə bir tonluq su çənidir. Canlarına səni qurban olum. Ay ki, bir imkan ver də. Bir imkan 15 dəqiqə bax vermirsən mənə. Gəlib kəsdirmirsən anamın yanını. Bir çıx bayra bir anamın ağız dəmərdim. Görüm armadı neynəmisiniz, ayarlısınız. Xanım, siz ananızla dərdləşmirsiniz deyək. Elə bayaqdan mənim ünvanıma qarğış yüklüsünüz. 15 dəqiqə vaxtınız var. Bax, xəstəyə çıx da. Sənə qurban olurum. Qərib adamlar var. Can. Nəfəs ala bilmirəm. Can. Sancır ürəyim. Can. Heç şeyim yoxdur, ölürəm. Bana bax, neynə gəldin? Neynə? Ay ana, sən neynirsən, mən neynə gəlmişəm? Hər neynə gəlmişəm, taksi ilə gəldim. Taksi ilə Az gəlmişəm. evin qabağından 212 gəlir də Valinistan qabağına. Nə vacibdir o qədər pul verirsən taksiyə? Otur 50 köpük ver, marşrutla gəl də. Ana, bu da taksinin vaxtıdır. Sənə həkim demir, danışma. Sən neyib olazım, neynə gəlmişəm, ay ana. Həkim zəngvuru təcili gəl. Anam narkozdan ayılıb. Mən də başlıoğlu gəldim, atlarının taksiyə 4 ayaqla gəlmişəm. Sənin neynə lazım, axı, ay ana. Anın aylarda narkozdan, bala. Can. Reanimasiyanın günü 600 manat. Narkozdaydım, eşidən kimi ayıldım, dik atıldım. Həkimlər özləri şoka düşdü ki, bu nə tez ayıldı. Sənə qurban olum. Aa, bax, Can. heyim yoxdur. Can. Öləm. Ölmə, ay ana. Kürəkənanı gözümə dəymər. Kürəkən vaxtıdır, ay ana. Kürəkən vaxtıdır, işlədir. İşdən çıxıb yuyunub gələcək, darıxma. Sən kürəkəni fikirləşmə. Yemək zət pişirib qoymusan olacaq. Hay atonu, arvad nə halda da yenə kürəkən fikirləşir. Kürəkən vaxtıdır, ay ana. Evdə makaron süzmüşəm, qəbinə tapar, yer də. Kürəkən. Bəxtələr başımız. Makaronla kişi can tutar. Sən min dəfə demişəm, evdə hazır çəkilmiş ətin olsun. Gördün ki, kişi acdı. Elə. At tərilkanın içine yesin. Kişinin gərək qarnı tox olsun. Narahat olmayın, evdə səska məska var. Qaynadıb yiyəcək. Ac qalan əli kürəkən olsun. Sən nə bezbə? Can. Kürəkən az olanda qaynananı söyür, səri yox. Can. Gərək ona yemək pişirərdi. Can. Ölürəm, nəfəsim. Ana, sana qurban olum, ana! Sana qurban olum, ana! Elə demə, özüm sağ qurban olum. Kaş mən buradan zanardım, ana! Səni belə görməzdim, ana! Ana! Elə demə. Canan qaldı. Sən gülürsən, ağlayırsan, nağarsan. Canan qaldı. Sənə dedim də anamın ürəyi trop var ürəyində. Dedin yox, spazmadı. Ay Allah. Nə tərsən, ana? Canım, başın nə tərdi? Ölürəm, bala, ölürəm. Havam çatır. Nəfəsim çıxmır. Bu nədir, turpuşkalı soxdu, nədir bu? Ay, deymə. Düşlə dolanıram, bana bax. Hacan, Bana bax. hacan, Yaxın gəl söz deyim sağ. hacan. Özünü çox yormaya, ana, sən başına ödür. Hacan. Ha? Kamazın resorun nağardın. Nə ilə qardım?
Koruya mirəndə eşitdim, dedin, Kavazın resorun qırmısan, ağardın. Resor nədir ana? Resorun yeridir. Səni başqa dönüm. Mən bir dəqiqə dua edirəm ki, səni bax belə sağ salamat görürəm. Resor nədir? Valla, yəni, Hacı. gedərsən Balaxanıya, orada köhnə kamazların üstündə resorlar olur. Ədalət ustanı tap denən mamam göndərir. Denən sağ resor versin. Bu elə də deyir, elə bir böyük fəxr kimi. Gedim yaxınlaşayım, ay ədalət, mənim malım göndərib. Ana, bu resordan çıxır, sənin qadan alım. Onsuz da elə sağlıq olsun, sürə bilirik mi ki? Elə şəhərə girən kimi, o dəqiqə tut basırlaşdırmaya. Biz kamazı görürük. Sürmə də, sürmə. Hə, Sürmə. nətə sürməyim, şimdi. Sürmə bala, sana demişəm ki, Hə. 5 tondan çox yük vurdun şəhərə girmə. Tutacaqlar, sürmə. Ölləm, sürmə. Ana, sənin qadan qalım, bax. Bax, məcburiyyəsən məni danışdırsan, elə... Bax, çörək də elə onun yükündədir də. O kamazın ki, yükünü azaltdın, bil ki, o işdə çörək yoxdur. Bizə qalsa elə o kamazın içində yalandan elə tullanıb düşmək qalır. Başqa heç nə. Sən belə şeylər görə, belə başını... Ay! Həzən, qazını al, ana! Az nəyə gülürsən, ha? Nəyə gülürsən? Anan qoyulur, az burada. Bilmirəm da. Öyle nəyə gülürsən ben? Bilmirəm, ağlayacağım. Hacı. Ma bax, Xoca səndən gələndə gir Biləcərdən Baksol yoluna, oradan çıx şəhərə. Orada tutmurlar. Ana, sənin başına dönüm. Sənin bu halda nə məcburdur? Biz niyə girdik bu kamazın içine? Mənim olsun da gənsiyim elə bu kamazın içindən çıxdı da. Ana, ana sənin başına dönüm. Xahiş edirəm, özünü yalar, özünü görmə. Sənə dinləmək lazım, yaxşı mı? Bunu da bol elə. Çıxartma onu. Hadi. Arvadı bitireceğiz. Qaynana, yastığın yüngül olsun. Yastığını necə hiss edirsiniz özünüzü? Ölürəm. Gəlindir. Gəlib sənə dəyməyə. Yaman narahat idi. Heç qızın belə narahat olmuyor. Az yerdən. Az ağla. Min dəfə demişəm, az ağla. Yaxşıdır, arvad yaxşıdır, ağlama. Çox ağlamıram. Anacan, necə hiss edirsiniz özünüzü? Soruşma. Sən soruşma, mən də deməyim, ələm. Vay. Heç nə olmaz. Pis günlər hamısı geridə qaldı. Ən çətin günləri atlatdınız. Da bundan sonra yaxşıya doğru gedəcəksiniz, yaxşıya doğru. Ürək çətini, hər yerim ağrıyır, gəlin nəhvə sala bilmirəm. Sən gedib uşağa məktəb şeylərini aldın, məktəb çatır. Anacan, siz yeməyi bu pipitka ilə yeyirsiniz. Uşağın məktəbinin yeridir. Narahat olma, birinci gün gəlib nə lazımdır alacaq. Hə, narahat olma. Gəlin danışdırma, anamı danışdırma. Başa düşsən danışdırma. Həkim dönə danışır, bir qadını danışdırmaq olmaz. Olur isə gəlib yığıb şələşürəmizi atsın bayrağa, anam köşədə qalsın. Az gəlindir, dana bak, gəlin narahat olma, dana. Yazıq ölübə də ağlamaqdan. Səhərə kimi yazıq ağlayıb, gözündə su qalmayıb. Hələ də ağlayır, ona bak, qadasını aldığım, qadasını aldığım. Ağlamaktan solub. Ağlamasın. Ağlamasın, ölməmişəm hələ, ağlamasın. Uşağa görə də narahat olma, yaxşı olacaq, narahat olma. Gör nə deyirəm, sabah uşağı apararsan oyala, nə məktəb ləvazimatı lazımdır, al, bax, körlük vermə. Uşağı ağlatma, erköyün uşaqdır, ürəyin nə istəyir götürsün, eşitdin? Narahat olma anacan, narahat olma. Nə lazımdır gedib aparıb, alıb gətirəcək. Heç narahat olmasan. Deyirəm, o bir uşaqla yetimin, ikinci uşağı fikirləşmirsiniz? Birində qatın, ikincinin gözünə bir yerdə böyüsünlər. Qardaşa qardaş lazımdır. Bala, bana qulaq as. 35 yaşda canda olan təpər 45-də olmayacaq. Yadında saxla. Elə deyirsən, özün elə məni 51-də doğmadın mı? Elə ona görə ürəyimdə yırtıq yarandı da. Tərs çopay oğlu tərs doğuldun. Mən tərs oğlu tərsəm, atam oxşamışam mən. O ki qaldın nəviyə, sən o nəvədən narahat olma. Sən buradan bu dənə sağ salamat çıx ana. Sənin bu qucağın var, ha, qucağın. Ora bax, 3 nəvə, 4 nəvə, 5 nəvə, 6 nəvə. Stop deyənə kimi. Stop deyənə kimi o nəvə ilə dolduracağım sənin qucağını. Mən oğlun bunu sağ söz verim. Bəsdir sən canı. Sən də elə boş-boş guruldamağın var,
iynə dərmanla güclə birini ortalığa çıxartmışıq, deyən görək. Elə oldu, eləmi? Kimizin canı dua elə ki, biz buradan salamat çıxmayaq. Biz çıxana kimi burada bir zəlzələ olsun. Biz qalaq o daşın kəsənin altında. Evə getmək, başqa heç də demirəm sənə. Şəfiqə! Oy. Şəfiqə! Aralı durun, kişini görmürəm. Harun ağrır Şəfiqə? Haram ağramır Fazil. Konkret Harun'du. Öyle. Vay vay. Nətərsən qaydadan, nə var nə yox? Belə, nahal doladı. Özümü nətər hiss edirsən? Lay Şəfiq. Nədir qorxdun səni qoyub gedərəm? Ha, Qorxma səni qoyub gedən də öyle. ha, Prosta canım ağrıyır. ha, Ürəyim sancır. ha, Nəfəsim kəsilir. ha. Ürəyim sıxılır, danışamıram. Bu dəqiqə burada səndən çox danışan yoxdur. Şəfiqə, o qədər ağlamışam, o qədər ağlamışam. Elə bildim Şəfiqə məni tək qoyub gedir. Çıxmışam balkona deyirəm, Şəfiqə. Hamza beləyəm var. Qorxma. Nə deyirəm Fazil? Haydi. Fazil. Ha buradadır, Fazıl burada. Fazil. Hadi de, de. Alım pisdir Fazil. De, sənə qurban olam. Aha de görüm. Ha. Qarabağ Dinamo ilə nağardı. Zagreblə? O qədər dua eləmişəm əməliyyata girəndə uçsunlar. Heç özüm üçün o qədər dua eləmədim. Şəfiqə, sən açıq ürək əməliyyatı keçirdən adamsan. Qoy Qarabağın qələbəsini qurban o fikirləşsin də. Nə varsan, gedib taktika dəyişəsən orada. Ha? Əsas odur ki, UEFA-da yox. Əssalam. Şəfiqə. Ölmə. Nətər elə, kimə deyək də? Fazil, nəfəsim soxma. Həkimə deyək də, həkimə deyək. Can. Mənə bax, bu arvad kimdir? Nə oldu? Kürəkən. Ha, kürəkənindir. Ay kürəkən. Salam əleykum. Bağışda sən gəlmisən, mən biraz uzanmışam. Dənizə qumun üstünə uzanmam sana. Kravata uzanmışsan da. Nəsən narahatsan, elə yezdən, nəsə olub? Ha? Nəsə olub? Yo, salamatçılıqdır. Bana bax, Nətərsən qaynana? gözümə bir tər dərsən, nə olub? Yo, yaxşıyam. Narahat olma. Kürəkən bana bax. Ürəyimə damıb nəsə olub. Sənin ürəyin damarları tutulub, sənin ürəyimə qan damır. Nə damır sənin ürəyimə? Deyirəm, narahat olma da yaxşılıqdır. Desin, Mən də narahat qaldım. Nəsə olub, dedim, nə olub? Nə olub? Heç deyil, bu xəstəxanaya gələndə maşının dalını vurdum da xəstəxananın divarına. Nə o? Ay qaldır. Harada vurmuşsan? Qaldır məni, qaldır. Pəncərədən baxım görüm arasın vururum. Ay ana, sən nə varsan? Qaldır görüm. Elə deyil, ana, səni başına adam, səhv eşdin. Sən nə baxsan, malarsan, sən uzan yerindən. Gör nə deyirəm. Ana, deyirəm, səhv eşdin. Səni Qadın qadın olur. olsun. Əgər çox əzilibsən, göndərim Dəmirçin Şamilin yanına düzəltsin, qaldırma. Bir dəqiqə dayan da, bu haydan dənməş burada axı. Deyirəm, səhv eşdin. Onsuz da deyirəm, görüş vaxtı qutardı, düzdürmü? 15 dəqiqə vaxt vermişlər bizə. Düzdür? Biz hamımız dağılışırıq evimizə, eşimizə. Sama eyni vaxtda gəlirik anamızın yanına. Yaxşı. Heç də olmuyor. Yox, heç olmuyor. Yüngül varı. Söz. Dağılış. Hamı dağılışır. Özün yaxşısa. Ya, əla. Yaxşı yüngül ol. Şəfiqə, sağ ol, Şəfiqə. Gəl. Sağ ol, Şəfiqə. Vay, Evə dikəsin. Burnunu o qədər silibsən ki, taxtaya dönüb. Gəl. Ay yox, mən nigaran qaldım. Görəm maşını nətər əzib. Mən baxmasam rahatlaya bilmərəm. Görüm, çox əzibsə, bilə qalasan səni. Çox əzibsə göndərim Şamilin yanına. Şamil bilir, nağarmaq lazımdır. Yox. Bu çikodur. Bəli, Onları götürün. var. Qara ildırım. İri dənəli, duzlu, ləzzətli. Bu bütün dükanlarda var. Var. Doğrudan.
Yap. Ben gittim. Aa, elçi kutuplarda göre gelmiştin. Başka neye göre gelmeliydim? Sağ ol. Sənə demədim gələndə çay al. Ürəyim almışam da beta. Bildimi? Böyük qutulu çay demişdi. Ürəyim bu beta böyüklüyü, kiçiliyi, kutusu onun fərqi yoxdur. Əsas odur ki, çəkisi ağırdır. Axı başqa çaylar Görün. doğrudan ağırdı ya. Kişimin başı işləyir də. Sağ ol. İndi bildim başım işləyir. Əmin oldum. Hə, bu evi də belə bitirdik. Salam əleykum. Salam əleykum. Usta necəsiz? Sağ ol. Bağışlayın, icazəsiz girdi içəri, gördük qapı açıqdır. Elə yoldaşım neçə vaxtı soruşur ki, bu evdə təmir gedir. Ged maraqlan gör, təmiri hansı şirkət eləyir? Azbako təmir tikinti şirkəti. Görsən ay qız, qeyd elə. Mən Mamidə neçə vaxtı deyirəm ki, mənə borca pul ver. Deyir ki, əlimdə nəqd pul yoxdur. Və pulu yoxdursa, evin necə təmir eləyir? Müəllim, Azbako təmir tikinti şirkətində sərfəli kredi şərtləri ilə evlər təmir edirlər. Yəqin sizin də qonşunuzun nağd pulu olmadığı üçün kredilər təmir edirlər. Deyirəm də, sən belə elə Azboko tikinti şirkətinin nömrəsini götür, mən də evi təzədən təmir etdirəcəm. Ay qız, sənlə də bir yerə getmək olmur. Sən narahat olma, təmirin pulunu öz pulumdan verəcəm yavaş-yavaş. Azbokonun nömrəsi neçə idi? 050 790 00 66. Çox gözəl, şad oldum. Mən də şad oldum. Sağ ol. Necə elə səhnəmiz xoşunuza gəldi? Xəstələnməyin, təkcə xəstələnməyin. Amma yəni işiniz düşsə xəstəliyimiz qüvvədədir də, yəni qulluğunuzdadır. Bu günlərim çox gözəl dostlarımız var. Çinara xanım burada, alqışlayaq zəhmət olmasa. Aktrisa, aparıcı, bloger və Çinara xanım yeni buxağı ilə buradadır dostlar. İzləyir bu da Çinaranı. Çox götürücüdür, yüngül var üstdən. Azdan. Mən dedim, biraz da qaldır. Dodağa da 05-05 vur, yuxarı aşağı. Bu hardan bilir bunlar hamısını? Doktor, xoş gəlmişsiniz. Bir doktor da alqışlayaq. Bizim Çinara xanımın həyat yoldaşı. Öz də şəxsən o kəsilmişlərlə baxırıq. Şəxsən. Doktor, nətədir, çörək var? Var. Sənin də çörəyin gör nədən çıxır. Doktor, gələcəm bunu. Mən götürmək olar, doktor. Və istəyirəm dostlar, ikinci səhnədə isə təqdim edeyim heç ara vermədən. Ümumiyyətlə bilirsiniz də, bank sistemi, ümumiyyətlə bankda oğurluq haqqında çox filmlər var. Amerikalılar nə qədər filmlər çəkib, Avropalılar çəkib, elə bizim özümüz də çəkmişik. Amma biz bu səhnəyə çox münasibət eləmişik. Hər dəfə bankda oğurluq. Bu dəfə də bizim oğurlar banka giriblər. Amma yenə öz istəyinə nail ola bilmirlər. Çünki onlara mane olan nə bir mühafizəçi var, nə bir başqa insanlar var. Ona mane olan onun həyatını xarab edən bir insan var. Alqışlarınızla davam edirik. Salam ay xanım. Ha, çəkib tərəfə, çəkib salam nədir? Salam. Salam qalıb, salam verirsən. Haqqı salam qalıb. Xanım, bir dənə vur görərəm, mənim sizin banka borcum var. Mənim sizin dədənizə borcum var. Mənim sizin nənənizə borcum var, vur bir dənə ora. Vur bir dənə ora. Salam hörmətli müştəri, xoş gəlmisiniz. Ay, hörmət yoxdur, mən bu dəqiqə burada bir hörmətsizliklər eləyəcəm. Bir qram hörmət olmayacaq. Görəsən, mənim sizə borcum var. Mən niyə mən aeroporta gedəndə mənim çamadanla əlimdə qalmalıdır? Niyə? Niyə mənim şortikim əlimdə qalmalıdır? Niyə mənə stop qoyulmalıdır? Emosiya, ürəyim batır, emosiya. Nədir söhbət? Niyə mənə stop qoyulmalıdır? Buyurun, müəllim, eşidirəm sizi. Buyurun, eşidirəm. Sizə görə mən niyə istirahətimdən olmalıyam? Mənim... Dur, görüm bunu. Mənim şortikim əlimdə qaldı. Mən şortki geyinənmədim. Niyə mənim şortkim əlimdə qaldı, mənə cavab verin. Niyə mən istirahət eləməməliyəm? Mənim də kupalnikim xanım. Mənim də kupalnikim əlimdə qaldı. Başa düşürsünüz? Kupalnikim. Mənə görə niyə? Elə sizə görə. Mənə görə niyə? Xodan da. Ay xanım, bir dəqiqə. Mənim günüm gündür, ay xanım. Mənim günüm gündür. Bəli. Keç bir yana. Cupa geçsin. Qaynanamla qaynatan gəlib çöküb oturub bizdə. Yayın günü nə oturmağımı bilirəm, nə durmağımı bilirəm. Yayın günü mən bir sizdən pişən adam, yayın günü bir dənə şort giyməmişəm əynimə. Bilirsiniz nə var, nə yox? Bir dəqiqəli ailədə problem yarandı. Nə istəyir məndən? Abi dəqiqə sən mənim anamı atamı söhbətə mi qatırsan ki?
Sözün var, sözün verin. Sen aile problemimizi bura ne gelir diyorsun? Anam gelir, kalır, ne ağrı ki? Gürültü bir tane sıfır sen ne problemi? Sosyal verilişti bura. Əsəbləşdim də. Əsəbləşdin başqa şeydən. Ne öz ananla danışmıyorsun, ne öz atanla danışmıyorsun? Gelir katiletleri iki udur gedir. Xanım, mənə cavab verin. Cavab ver. Niyə mənə stop qoyulub, xahiş edirəm? Müəllim, çox üzr istəyirəm. Siz şəxsiyyətlisiz. Yox, şəxsiyyət. Mənim şəxsiyyətim də var, mənliyim də var, yeri gələndə qürurum da var. Yeri gəl, lazım olanda işlədirəm, lazım olanda işlətmirəm. Nə söhbətdir? Mən onu deyim, niyə mənə stop qoyulub? Ay müəllim, bir dəqiqə sakitləşin, onu demirəm. Yəni şəxsiyyət... Saçdan, yaxşı, saçdan deyin. Saçdan deyin. Əsəbləşmirəm, saçdan. Demişsiniz saçdan, mən də saçdan. Əsəbləşdim, polis gətir. Ay müəllim, Bəli. şəxsiyyət vəsiqəviz üzərinizdə. Buyur, bu da mənim şəxsiyyətim. Mənə deyin görüm, niyə? Bu sizsiz. Bığımı qırxmışam da, nə olub ki? Sən deyirəm, niyə mənə vurun? Niyə mənə stop qoyulur? Nəyə görə mən aeroportdan gedə bilmirəm? Mənim biletim yandı, mənim özüm yandım, mənim arvadım yanıb. Mən, niyə olmalıdır bu? Niyə olmalıdır? Mənim körtüküm əlimdə qaldı, körtüküm əlimdə qaldı mənim. Mənim də kufaylıkım, Dikkat! Dikkat! Terfemden! Aşağı yat o! Aşağı yat oğlum. Ne bakıyorsun? Aşağı yat ha! Aşağı yat oğlum. Soygun de soygundu! Soygundu. Aşağı yat ha! Yat Aşağı yat! Ha senden de öyle be! Ha bunun zerre var atlıkına zadına bak! Ağzını çiğnettim ben seni! Uzan yere! Ha! Uzan yere diyorum! Uzan yere! Aşağı yat ha! Aşağı yat ha! Hadi ha! Hadi ha! Dur be! Dur be! Konuşacağınız marifetiniz olsun ha! Marifet kıyılar yoktu burada! Var. Hayır! Ameliyat yerinden vurmadı ha? İki kişi size kalacağınız marifetiniz olsun. Tam sana niye çeşim bu tarafa? Tam mı sana sen? Ben utanmam. Kadın kıyıla mı var? Dedemin çoğru okuş görürdü. Olmadı şey. Ha, mənim əlimdə silah ola. Sizin kulağınızda propka var ha. Profka var ya. Nasıl düz getmədi? Yatın aşağı. Yatın Aşağı. Yatın. Aşağı yatan bu dəqiqə bankı döndərəcəm qan bankına. Dağıtacam senin beynini. Evet. Öğreşmişiz de anlamaya. Yatın da. Yatın aşağı. Ver reserva gel be. Ver gel. Ver. Alır. Alır. Sana. Hizmet ediyorum ha. Aynı yerden vurursan hemşe. Adamsız adam balasız ha. Söz danıştık ha. Söz danıştık ha. Üç oğlansan marifetli kalacaksan özde oğlana okşuyorsan. Sağ ol. Ve bunun hareketi, bunun medeniyetsizliği. Vallahi ikimizin canı mən heç... Mamın sana okuş girer. Adamsız ha. Adamsız ha. Görsen orada gelip silahınızı atın. Başa düştüğün oğrusunuz. Başa düştüğün görün işimizi göre şey değil. Sonra ne kadar terörist edin. Yo, mən bilsəm siz buradasınız, mən sonra gələrəm. Prosto belə ölçü biçmişi indi gəlməlidir, ona göre. Siz Allah üzülün. Görsen benim yoldaşımdır. Görsen yoldaşımla gelmişim ben bura. Yerim tabii üzerimde. Sen de hemen yerden vurma. Adamsız ha. Dur burada. Oğrunun da lap lağlağısını çıkartmışsın ha. Sen bak. Oğru var, karış da var da. Karışta da oğruk var da. Orada görmüş elə, oradan geylədik də. Oradan şeylədik. Problem çox deməliyim. Kimindir bu? Ben. Sağ ol. Təşəkkür ederim. Sen ver özüme. Gəl, əlindən ala Bir bir. tane hanım, deyin görün. Niye mənə stop koyur? Benim şortkum elimde kaldı. Ben bunu giyinəmədim. Mənim kufaylıkım. Qışda o cürlə mən gedib kufaylık almışdım ki, yayda giyinib zagar eləyəcəm. Kufaylıkım əlimdə qaldı. Belə şey olar. Ay xanım, belə şey olar. Buradan bir tane kufanlık var ha. Bir dənə kufaylık. Bu bir tane kufanlıktı bu. Evin düşürsün, paraşüttan düşerse ha. Bunun ucu bucağı görsem biliyor. Evet, yığıştır onu. Sen o otelde kalarsın. Müəllim, mən araşdırma elədim. Deməli, ilkin olaraq sizə stop qoyulub, siz sonra borcunuzu ödəyin. İlkin de galet edir, stop da galet edir.
Mənim sizin mənə borcum yoxdur ki. Yoxdur müəllim. Məsələn, niyə mənə stop qoyulub? Müəllim, sizə Ya, stop qoyulub. Siz mənim- sonra borcu ödəmisiniz. Başa Yox, düşürsünüz? borcum olmuyor ki xanım. Yoxdur. Yoxdursa mənə niyə stop qoyulub? Niyə stop qoyulmalıdır? Mənim arzularım var idi. Hamısı arzular. Mənim aeroportda mənim kəmərim çıxıb, mənim ayaqqabım çıxıb. Hər şeyi çıxartmışam. Dedilər stop qoyulub. Niyə qoyulmalıdır? Mənə deyin onu, xahiş edirəm. Ay ben bildim də mənim günahım burada nədir? Mən burada işçiyəm. Neyim Aha, mən? bəsdirin də. Bəsdirin, necə taksir məndə deyil. Bəsdirin, mənim olsa günüm gündür, ay xanım. Nənə. Baldızım ərindən boşanıb, yığıb uşaqlarını gəlib tökülüb bizə. Mənim əlim işi günüm gündür. Mən bəxtəvərəm. Hə? Utanmırsınız siz. Əri hərdən bir qarpızı, bir yemişi vurur qoltuğuna, gəlib uşaqlara deymi? Mən də utanıram, başa düşürsünüz. Mənim günüm gün deyir. Baldızım əlini bezmişəm, uşaqların əlini bezmişəm. Gəlib Abi dəqiqədən. Az evin. Sən mənim başımın boşanmağın bura ne deyirsən? Lalə Azərtaşdır bu. Lalə Azərtaşdır bu. Bunu ne deyirsən? Hamı bildi. Hamı bildi. Elə bilməyən də bildi ki, mənim başım boşanıb. Hamı bildi ta. Keşətdə oldu arada. Qardaş, belə qulaq şahid olduq. Yəni hər şeydə əsəbləşirsən. Həyat da olur da qardaş. Hər xırda şeyə görə niyə əsəbləşsən ki? Müəllim, o boşanmaq dedi, üzr istəyirəm. Bu olur da, bu mənim də xalam qızı keçən ay boşanıb. Bəli. Ha, bu talihdir də, talihdir. Taleyi hardan tanırsan sən? Taleyi hardan tanırsan? Nə Sən mənim yeznəm hardan tanırsan? Yox, mən talih... Başqa Hə? Yeznə deyil ha, talih. Yox, Talih hardan? Hardan tanırsan? Talih. misal demirlər, danış da biz. Tanıyırsan talihi? Tanıyor mu? Hayır, onda bu şeydir de, aile kurulandan sonra ne olur müəllim? Ayrılı olanda ki olmasın, ham deyir talihdir de. Ay. Oradan girmemiştir. Oradan girdim, oradan girdim. Soda salam da yani. Burası olur da öyle adlar öyle çapaden oldu. İndi Ona göre. Düzəldim, səhvimi düzəldim. Sözümün cahil nədir? Dayı, indi deyirəm, yəni bu qismətdir. Bununla barışmaq lazım. Mənim qudam qisməti hardan tanırsan? Bərəkət tutanmıram. Hardan tanıyır bu onu? Kimizin tanı bilmirəm. Tanıyırsan da belə söz verir. Sen göre ben söz gelir, ben söz gelmem. O üstünüz düşüreyim. Tanımır, vallahi tanımır. Yəni mən sözümün canı oldu ki, bu həyatdır da, bunları eləyəm. Mən... Keç oyna da. Keşətdə oldu oyna da. Yüzlərin bacısı həyatı hardan tanırsan sən? Hardan təsvir olursan? Canım üçün deyirəm, üstünüz düşür. Bu kadar dakikli ola. Abi ne bileyim. Bu həyat şişmə talih nə oldu ki də bunlardan çıxdı? Çağırıyor. Bugün ağır gündü, bugün ağır gündü diyen. Diyen nəsə düz getmir, ala bunu. Halimdən qoymadı. Hanım, Bəli. mənə bir daha deyin. Kimdir cavab deyin? Müdiriyyətə istəyirsinizsə zəng vurum, Zəng gelin. gəlsin. Zəng gelin. Bəli, gəlsin aydınlaşdırın. Zəng gelin. Alo. Salam Bəhər müəllim, necəsiz? Ha, romantik an yaşamayın ha burada. Bahar müəllim, hardasınız? Mən bankda xanımın yanındayım. Buyurun xanım, indi romantikləşin. Bəhər müəllim, bəli. Narahat olmayın, rahatca yiyin, gəlin, gözləyirik. Sağ ol canım, sağ ol. Əmi. Ay əmi. Əmi, gör nədir? Bir dənə olar. Ha? Sizin bu bankda işiniz çox çəkər. Nə istəyirsən? Öyle bile maraqlı. Biz girmişik qarət eləyək. Görüb siz burada susa alınmır da tutuzdura bilmirik. Müdürü gözləyirəm də gəlsin bir dənə danışmağı həll edək, sonra siz... Acımışam. Gedim bir dənə çörək yeyim gəlim. Get yedən aşıqın. Yok bir dənə gör nədən. Yolun o tərəfində yaxşı tantuni verirlər. Gəl də tantuni atışdıraq gələ. Bu bizə imkan verəsin. Gedək. 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 Tantuni yeməyə gəlmişik ya bura. İmkan vermir də. Ha bizim əlimizdə silah. Biz gəlmişik buranı qarət eləmək. Bu nədən gəlib qalışıq bunların əlində biz? İmkan vermir də. Kalkutkamı da geyinmişəm, imkan vermir. Nə qaymalıyam bundan? Ha. Əksəsin məni. Söv. Baxma elə Polad Ələmdar kimi baxma həbə. Başa düşdün, qabağımda getdi qudurdun ha. Girim söhbətə. Üçə kimi sayıra. Girim söhbətə. Ya, çək səsi gittin. Üçə kimi sayıra. Olmasa ateş etsəsəm qamsı yerinə axacaq. Bir, Vay dədə. iki, Vay. üç, hala. Ha. Gözlərim ha. Kudurup sana olsun. Yürüme. Kudurup sana olsun lan. Burası yürüme. Yürüme. Oturma. Oturma. Ha, kudurumu sana sen. Ha? Kudurumu sana çar. Bakı deyəbra. Bakı deyəbra. Moskva dönəyəm çar. Əlimdə asıldı, mən də qorxdum, Mən elə bilmirdim, məni qorxutmaq istəyirdim. Adam sana adam balasan. Dedim ki, ayak gözlədi ha. Dedim gözlədi ha. Bir də olmaz. Çakal ağzından atarım ha.
Kartof meşoğudur, üstümden keçersiz daha birden. Sen niye girmişsin abi o? Ha? Ne girmişsin abi? Sen bilmirsən, mən güllə səsindən qorxuram. Nə qəşəng silahdır. Olar verəsiz mən bir dənə şəkil çəkdirim, Instagramda paylaşım. Ah hanım. Zəng elə tez olan şeyə, hardadır, dənə gəlsin bura. Şəkil çəkmə nədir? Dənə gəlsin bura. Nahar vaxtıdır da gələcək. Nahar bilmən, dənə gəlsin bura. Müəllim. Ay, verin çəkim də onu. Ay müəllim. Öyle deyirsən sən? Fikirlərim də bu silahı mən başqasından götürmüşəm. Onu da belə-belə vursan kraskası tökülür, sonra mən onu qaytaramayacam. Onu onlar yavaş vurasan, yəni. Bilirəm, əsəbisən filan. Onlar qaytarım onu. Onda bir dənə şəkil çəksin verirsən. Kim? Buradan xanım şey. Buyurun bir dənə zəhmət olmasa. Hə, mən çəkim, ha. Bəli. Bura nəyə gəlmişik? Şəkil çəkməyə gəlmişik. Çəkək də, ha. Mənə bax, foto ilə çəkirsən, portretlə. Portretçisə portretçi. Hə. Studiyayla foto edirəm də onda. Ay çox sağ olun, Allah sizdən razı olsun. Çox sağ olun. Şadlıqlarda görüşək inşallah. Tamam, bir 10 manat şəkil yapırlarlardın. Çox sağ olun, çox sağ olun. Çəkdirdin şəkilləri. Bildi, çəkdirdim də. Xahiş edirəm. Müəllim, siz qarışmayın ki, təkbətək danışırıq. Pulları dışa bırak. Gətir bə torbanı bura. Torba var, mən Latov meşoxuyam. Hani torba? Gətir torbanı. Sən də bezdirdin ha, bəsdir də. Hə, nə oldu hə? Gəldim bank yarmağa. Qorxdum. Elə mən qorxuram. Uşağım var mənə əl vurma. Ay Allah, ürəyim getdi. Ay Allah, gələ pulları da gətirdim, verdim. Qoy götür hə, və şol, hə, nə, və. Gəl bir tərəfə də, gəl bir tərəfə. Ayıbdır. Olmaz. Adam belə pərs eləməzlər, məsə. Elə pistoletə kimi verdim, çətirdim. Ha, siz müəllim. Ha, ola, söv. Söv. Prosta mən Əhməddə qaldım bu divat saatında bizim gecə gedəcəyik. Əmi, onlar mən bu axşam bunlarda qalım. Ha, sən üzün niyə çıxdı? Nə? Üzün niyə çıxdı? Mənim nə? Qalxıtıqa niyə qaldırırsan onu? Aqullaq. Kameralara bax. Ayda, hə. Mən getdim evə. Gördüm, arvad evdə yoxdur. Axtardım üç kafede kalkufka tapamadım. Bir tanesi bunu tapdım, bu da qaynanam soğan doldurup koyup balkona. Giyinirəm, gözüm yaşarır. Ona göre tapdım. Birisi de var, zimnidir. O vahşi ters su aparır adamı. Şu, bana bak. Aşırı bərt deyil. Bugün bir yerdeyim, şey vermem, lan atma. Bərt deyil bunu. Salam aleyküm. Necəsiz Necəsən də müəllim? xanım, nə var, nə yox? Sağ olun, yaxşı olun. Ne olub, nə məsələdir? Mənə nə stop qoydu burada? Ha, nə ixtiyarla? Kimsən sən? Niyə stop qoydu mənə? Mənə cavablandır. Yox, müəllim, çox xahiş edirəm, bir ağzınıza gələn danışmayın. Bura ciddi bir müəssisədir, çox xahiş edirəm. Yəni Mən ağzıma gələni danışıram. Mən ağzıma, nəhayət boks eləyəsən mənim. Boks eləyəsən mən bir dənə cavab verəcəm. Mən gedəmədim, mənim arzularım var. Eşidirəm. xahiş edirəm, yəni tərbiyəsiz eləməyin. Çox xahiş edirəm sizdən. İndi ola bilər sizin o stop məsələmizə, o yəqin düşüb hansısa altı bazara, o sistemdən silinməyib. Altı bazara? Hə, altı bazara. Nətər olur, bəs altı bazar faizin üstünə faiz gələ bilirsiniz. Altı bazar cərmənin üstünə cərməni yaza bilirsiniz. Altı bazar dəbbəliyə bilirsiniz. Dəbbəliyə bilirsiniz, skopu çıxardanmısınız. Sən elə dəbbəliyəcəm bu dəqiqə. Ha, cavab ver ya. Cavab ver ya. Bu cür şəxsiyyətdə oğlan sənə görə geyib istirahat eləyənmir ya. Ha, nətər olur? İki düzdür də, altı bazar olanda nətər olur? Dəbbəliyə bilirsən. Cavab ver ha. Cavab ver ha. Bir yerdəsiz. Biz? Tapancalı qardaş sənəndir. Yox. Bir yerdə deyilsiniz ki, o da xahiş edirəm kesin yerimizə, ələqə dolaşmayın. Çox xahiş edirəm. Burada ciddi məsələdir, çox xahiş edirəm. Kesin Növbə artıq. götürün, zəhmət Mən olmasa. səs tonumu qaldırmayın belə. Çox xahiş edirəm, kesin artıq. İkinci can hörmətsizlikdir bu. Gəbəl. Bu kalkotka ayağıma günçünü daha topul kazanmıştı sen bu gün. Geçmedi, bugün geçmedi. Bir dakika hanım, kes bir dakika. Bacı üzr istəyirəm, bilirəm qardaşları yoldaşındır. Bəli, Bunlar hamısı belə özlərini bikar aparır. Bax səndən soruşuram. Girdi içəri, qışqırışdı. Əlimdə silah, başımda kalkotka, bir gözdə yırtılıb. Qorxmadın? Sən kalkotka o neyindən qorxucam?
Mən sənin başa keçirdiyi kalqotkadan gündə 3 əlini partladıram. Ha, onu bir yağdan deyim, mən bunu qaldırım, nəfəsim kəsildi mən. Çıxardı o başına. Mən kalkotkaya pul çatdıramıram, Sən tırla gəldi bizə. Kalkotka tırla, zaat dedi. Bırt dedi. Bəllidir. Kişimin canı sağ olsun. Qardaş, gör, nə edirsən? Həll elədim mənim. Nə oldu? Stopunuz aradan götürüldü. Siz istədiyiniz vaxt ürəyiniz istəyən yerə gedə bilərsiniz. Söz? Bəli. Ha, təbrik edirəm. Təbrik edirəm. Həmişə gözəl istirahətlərdə çox olun. Siz də aradan çıxın, biz də işimizi görək də. Xahiş edirəm, hələ işimiz çox deyil bizim. Siz nə deyirəm, biz pulu elə bir ki, qarət elədik, götürdük. Bizim elə yol getmə İsmailin məkələrində gizlənməyimiz də var da. İsmailin adı nəyə çəkirsən? Konum atırsan cəmaata. Bu qozdırım. Qəbəl, ola bilsin Qəbəliyə getdi. İnandılar ha, İnandı Qəbələ. Yox. Siz tərpənin, sağ-salamat. Buyurun, gedə bilərsiniz. Stop götürüldü. Bəli. Mən də biletin pulunu vermişsiniz. Yox, biletin pulunu siz verəcəksiniz. Yox, mən təzdən bilet alacağım. Mənim biletim yanıb. Sizin stopunuza görə mənim biletim yanıb. İndi mən təzdən bir də bilet almalıyam, elə mi? Sizə eləsə, ancaq sizdən üzr xalqı elə bilərik də, yəni olanlara görə. Nə danışır abi? Əsəbləşmə. Nə danışırsınız siz? Müəllim, gəlin belə eləyək. Siz söhbət həll oldu, stop götürün. Burada qapının ağzında 5 dəqiqə gözləyin. Siz burada olanda bizim əlimiz ayağımız tutulur da, çəkişini eləyən veririk. Mən buradan götürün pulu, çıxanda sana açıqlamasının pulu verim də. Biletin də pulunu verim. Davay ya, pulları çəkin ha bura. Mənim biletim sorumlu. Nə sorumlu? Xaçın, gəl. Hamısını. Gəl. Buyurun biletinizi buyurun. Ana biletin bunu. Getdi. Teşekkür da. Bu bizdə olanda bayaqdan mənim də körtəşim məni. Mənə heç kim adam yerinə qoymur da. Amma sən 2 dənə atan kimi aləndəydi. Nə olar, bizim də torbanı doldursun. Ay, heç ona ehtiyac yoxdur. Zavay! Gəl müəllim. Pul alacaq. Sən də xəttə verin. Hamısını pulu alacaq. Çox xəçiləm. Sən nə tarafa? Mən bir az kimi yeməyə gəlmirəm. Hamısını. Səbirli ol, Baba. Nə oldu? Xoşluqdan olmurdu. Gərək belə olasın. Qaçdı. Sağ ol. Gəl. Sən də xan tez eləyib polisə zəng vurun. Çox xəçiləm sizdən. Gəlin banka yardılar. Deməli, son zamanlar sosial şəbəkələrdə görürük ki, şəhərimizdə ilanlar yaman çoxalıb. Həzə Aslanovda ilan tapılır, Əhmədlidə tapılır, Ukraynskida tapılır. Düz əsas odur ki, həyatımızda ilan kimi insanlar olmasın. Amma komedixana olaraq biz də bu səhnəyə toxunmasaydıq olmazdı. Odur ki, komedixanada həyətimizdə ilan var. İzləyək. Gəl qardaş. Salam mənə Şimay bacı. Gəl, qardaş, bu bağda nə görürsən, hamısını dərmana getsin, qardaş. Qardaş, inanırsan, mən bu həyatda ərimdən o qədər qorxmuram ki, ilandan qorxuram. O da gəlib girdi mənim bağa. Qardaş. Mənə bax, ay bacı, ərin evdədir. Yo, niyə soruşursan ki? Fikirəm, mənə çağırdılar, getdim ilan götürməyə. Dedilər ki, vannanın altında ilan var. Mən girdim o ilanı götürəndə, bunun əri gəldi. Mən necə başlasam ki, mən bu hamamda ilan axtarıram. İnansan, mən elə çıxdı. İlan. Bir də güclə ayırdı orada. İlan vandan dalan çıxdı, gəl bədbəx ol, bədbəx. Nə deyəmsən, qaç. Mənə bax, qardaş. Ay can. Siz ilan boğansınız da, hə? Ay bacı, İlan Boğan, mənim İlan Boğan yaşımdır indi. İlan Boğan bizim şirkətin adıdır. İlan Boğan MMC-nin baş ilanşünası Şəfi. Şad oldum, Əfi qardaş. Əfi yox, Əfi ilandır. Şəfi. Əfi demə, tükülən biz olur. Nəysə qardaş, bax, ilan. Narahat olma, sən həyəcanlansan, məni də həyəcanlandırırsan. Ay bacı, gör nə deyirəm, sən mənə ondan danış görüm bu ilan nə boyduydu. Rəngi rufu deyir ki, mən bilim hansı ilanla mübarizəyə başlayıram. İlan qardaş, inanırsan yalan olmasa bu boyda. Diyan görsədim də. Qardaş, elə bir mən sizin yerinizdə dayanmışdım. Bax, ilan gəldi, bax, belə fısıldayır.
belə burada dayandı. Risk başını belə çevirdi. Lobalov dayandı da baba belə buradan belə qalxdı. Başladı ki İnanırsan 5 dəqiqə baxışdıq qardaş. Ay bacı, sənə qurban. İlan belədir. Mənə bax, o ilan parayız olur. Nə bilim ay qardaş. Onun ağzına şey edib ki. İlan belə eləyər, nə bacıyım? Qardaş bu nəsə belə eləyirdi qardaş. İnanırsan baxdı məndən baxdı. Sonra deyə belə arada da biri belə qalxdı. Elədi yəni keçdi o gülün arxasına qardaş. Ürəyim düşdü ayağımın altına. Mən qorxuram mən Ay bacı, neyəcəm. bildik də, sən qurban. Sənə demədim, sözlə başa düşəm. Sən niyə hər şey göstərirsən mənə? Sənə dedim, rəngi rufu nədir? Mən onu bilim də. Bilsən bacı, birdən İra. 7 qardaş ilan olar. 7 qardaş. Onlara dəymək olmaz. Mən bir kərəm bir dənəsə dəydim onu. O 6 qardaş məni qovdular. Məni qovdular, inanırsan. Hər rifri məni tapdılar da. Amma 7 qardaş olsa asandır. Onların dilini bilirəm. Onların böyük qardaşını tapırsan. Tapırsan. Sağırsan oturursan ki, ərsiz evdir. Ərsiz qadındır. Gör qardaşlar sürüş buradan. Onda çıxıb gedirlər, başa düşdün? Sən mənə başla görüm. İlanın rəğəni. Əfi qardaş. Yox, Şəfi. Əfi demə mənə. Nəysə də Əfi qardaş. Mənə bax, önəmli detalı yaddan çıxartdım. Elə bir burada dayanda, ilanda, belə ki dayanmışdı, eləyirdi ya. O parajda olan ilan. Hə. Elə bir ki, bir anlıq qabığını çıxartdı, atdı, sonra getdi. İstəyirsənsə görsən. Nə qarırsan, ay bacı bu? Soynaşsan burada. Denən qabığını çıxartdı və salam, başa düşürəm. Hə də, ay qardaş, bax buradan girdi. Harası o tərəflərə getdi, axtar, bax gör arada birdən zəhərli olar, ha. Narahat olma. Zəhərli olar. Mənə bax, mən indi başa düşdüm sənin ərin niyə xaricdədir. İlanla adam yaşayar. Bildiyin ilan... Hə, çox sağ ol, Əfi qardaş, çox sağ ol. Əfi yox, Şəfi. Demə mənə Əfi. Hə. Mənə bax, sən narahat olma, mən onu tutacam. O ilanı tutacam, amma sən mənə bir dənə şeyi başlar. Bax, mən o ilanı tutandan sonra bu dərmanlamalıyam həyəti hamısın. Sən mənə deyim, bu həyətdə səndən başqa kim yaşayır? Çünki mən onlara qol çəkdirməliyəm ki, həyət dərmanıdır, səhərsi gün zəhərlənərlər. Hə, qaynanamla baldızlarım. Tadına ilan doldumsan ki, həyətə. Sənin evin doldu ki ilanla. Hə, qardaş, demədi. Can başı, can. Peyvəndim var, heç olmasa ilana qarşı. Hə, necə lazımsa, anam arxamdadır, davay qardaş, Anam, axtar. işte. Mənə bax, sakit ol. Hə, buradan girdi, qardaş, qorxuram, Qorxma da baş, məni də qorxuzursan, qorxma. Qorxma, işsən. Axtar, Əfi qardaş, axtar. Mən gedirəm, ilan dalacaq. Çalış, sakit dur. Səs eləmə ki, mən onu ancaq dilin səsindən eşitirəm. Yallah. Başı, tələsmə. Adətən belə ilanlar başı, adətən belə ilanlar kör-kosta olurlar. Tələsmə. O tərəfə getdi, o tərəfə getdi. Götürdü! Ay qardaş, nə götürdü bir sakitləş, ay Əfi qardaş. Süpürgədir əlimdəki dəydi sənə. Səni qanuva bələn sən. Məni qorxuzursan, ay qardaş, heyecanlandım. Başı, öldüm. Nə olar, əlində süpürgəni qoy da qıraq. Görsən, təhlükəli işlə məşğulam. Ay qardaş, nə deyirsən oradadır? Salam aleyküm. Salam aleyküm, xala. Ay qız, bu kişi kimdir bizim həyətdə? Kişidir, ilan boğandır. Bacı ilan boğan kişi döl be ya. Əşi, mən neyiniyim, qaynanamdır da, birdən sən başa düşər, özüm elə deyirəm, kişisən. Qaynanamdır? Hə. Az bu ilanı tutaq, sonra gürcan bıraq da həyətə. Bu dalbada ilanlar nə yığırsan bura? Salam aleyküm. Keş bu yana görüm. Ağzı niyə elə eləyirsən? Bacı, mən 15 il ilandan oturduram. Mən də ağız qala, ha? İndi bu güya bura ilan tutmağa gəlib. Hə, ay qaynana. Güya deyəndə ki, bacı, mənim işimdir da. Niyə tutmuram ki? Bir dəqiqə tutalım. Sən canın ətimi tökmə. Mikrorayonda ilan nə əzir? Of, ay qaynana, deyir mikrorayonda ilan nə əzir? Az öz gözümlə gördü, be qaynana, burada bax, belə gəldi, bax, burada beləcə qalxdı, belə elədi. Belə baxışdıq qaynana. Qaynana, sonra burada üstünün dərisini çıxartdı. Bax, girdi o kolluğun arasında ürəyim düşdü. Az deyirəm, birdən zəhərli olar, vurar da səni.
Az ta yaxşı. Mən bilmirəm sənin bu hoqqaların nəyə görədir. Güyanmış ki, bu həyətdə ilan görüb. Məndən burada bir yerdə yaşamasın, getsin şəhərdə kiraya qalsın. Hoqqa verməz. İlanla yaşamaq mənim üçün problem deyil. 10 ildir yaşayıram da ilanla. Bu bir. İkincisi də ki, sənə deyirəm ki, öz gözümlə gördüm də az girdi burada. Bax, buradan girdi, keçdi o tərəfə. Öz elə baxırdı. Mənə elə gəlir zəhərlidir qaynana. Ona görə çağırmışam. Tanış gəlmisən də, deyib qohum əqrabamdır. Ona görə diqqətlə bax. Of. Yəqin güzgüyə baxmısan, elə bilmirsən ilan baxır. Ay bacı, bir dəqiqə yanımda sizin fısıltınızdan mən bu ilan fısıltısını eşitmirəm. Az fısıldayım da. Bu gəlin düz deyir. Ha? Bu həyətə ilan gəlib. Düz neçə il bundan qabaq, vağzalı ilə, zurna, balabanla. Elə də ilan gəlir. Özdə ayağının altına tarilka qoydum, vurdu, sındırdı. Mən də ağıl olmadı. Gərək o tarilkanı onun təpəsində sındırardım. İndi fısıldamazdı sıfatıma. Bacı, sən sənə imkan verirəm, məni hara qaçsa ana işlə. Qoy mən bu ilanı tapım, dərmanlamalıyım bura. Tap da, əl və ayağı tutmuşam, tap da. Tap görmək. Burada yalandan söz deyirsən də inanıb durub o boyda kişi, çiynində o boyda şey durub gəlib dalımda. Ata yaxşı. Aralaşın, hər an çıxa bilər, aralaşın. Yaxın gəlməyin. Yaxın gəlməyin, səsələməyin. Sən indi oradan ilan tapma. Nə ararsan? Görəsən nə aracam, sən axtar. Ha, oradadır mı? Oradadır mı? Ay, götürdü. Götürdü. Kim götürdü? Ağac dəydi, sənə ağac. Sizə qurbanım, kimin əlində nə varsa, xahiş eləm, qoyun da yerə də. Nə oldu, tapmadın? Mən infarkt edirsin, şəş eləmişsin məni. Qoy tapım da mən bunu. Ağacın yeri deyil. Ürəyim düşdü. İkinci dəfə də alalım. Narahat olma. İmkan verin, mən tapım. Salam Melek'im. Salam. Mama, bu kimdir? Ne olup burada? Az gəlin dana yalandan özündən hoqqa verir ki, həyətə ilan girib, bu da göy ilan tutandı, gətirib. Mənə bax, bu kimdir? Baldızım. Baldızım? Hə. Oy, lava zıngıra oğlu ilan da o. Sənə deyim, bu uzaqdan zəhər atanlardandır. Bu ilandır, bu ilandır. Bu ilana zəhər verən kərtənkələdir, bax. Ona baxmış. Vaxtında kəsməmsən daha quyruğum. Kəs daha quyruğum vaxtı. Belə dur. Ay gelin. Ne oldu? Eşittin bildin ki mən ad günümü bu bağda eləmək istəyirəm. Bütün el aləmə cüy vurmusan ki bağda ilan var, gəlməyin. Sən elə. Bu həyətdən anakonda da çıxsa mənim ad günüm bax bu bağda olacaq. Bildin? Deyirəm, sən çörəyin necə dizinin üstündədir. Az mən bu evə gəlin köçəndən hər il sənin ad günün bu bağda olur da. Gəlirsiniz, yersiz, içirsiniz, oynayırsınız, tökürsünüz, batırırsınız. Hambal kimi sonra səhərə qədər mən yığıb yığışdırıram, qabları da yuyuram. Nə olar? Bu dəfə ad günümdə qabqacağı plasmas qabqacaqlardan qoyarıq. Nə olar ki? Yaxşı, sən Allah bəsdir görək. Bir dəqiqə, ay bacı, ay xanımlar. Bir dəqiqə dayanın da. Siz o iki ayaqlı ilanların səsindən mən sürünənləri tapamıram. Bu dayanın, tutaq da bunu da. Tut dana. Koyaqdan fıs deyirsən, tut dana. Ay qardaş, ay mama, yalan deyir, ay qardaş, nə ilan? Bu həyətdə ilan var. Mikrorayonda ilan görülür. Gördün də. Az deyir də, tap. Git tap. Bacı, bir dəqiqə, ağzını əymə görə nə deyirəm. İlan, bu dəqiqə ilanlar dolu. O gün görmədin, bulvarda biri, Ukrayna kurda biri, Həzəsalda biri. Bu nədəndir? Əvvəl ilanlar evə girdi yerin altına, yumurta qoyub otururlar üstündə. Köşdün. İndi yazıq ilan yerin altına girən kimi oranı qazırlar. Qazırlar, katlavan bir dənə bina. Qazırlar, katlavan bir dənə bina. İlan da yumurta qoyub oturmaya yer tapmır. Mən ilanlar gördüm avtovağzalda, canım üçün. Avtobus əl edirlər, bax belə. Əl edirlər ki, qaqaş, bizi rayona, başda yaşayanmırıq. Nə danışırsın? Başımızı qaçmaya söhbətlə. İlanı tap, göstər. İlanın böyüyü sənsə, boğaram səni burada. Bir dənə Tap görək, tap göstər. Gözləyirəm. Hardadır bu ilan? Buranı boşalt. O tərəfə, üz o tərəfə. Gedin, tərpənməyin. İlanlar adətən yenə deyirəm, kolun dibində olurlar, xahiş edirəm. Tap görək də, hanı bu ilan çıxart görək hardadır bu? Müdaxilə. Deyir dana, ilan nəzir burada? Dalımca gəlməyin. Hadi gəlmirik, tap da day.
Bilmirsən ilan bundan qorxur, yoxsa bu ilandan? Orada deyil bu ilan. Götürdü. Götür bu dəfə götürdü. Ay qardaş, ilan deyil. Xlapuşkadır. Almışam ki, ad günümdə partladacağım. Ha, səni heç ad günə salamat çıxma. Bunu get partladı ad gündə də mənim ürəyimi niyə partladırsan? Qoyma düzən mən bu işimi görmək sizə qurb olum. Mənə abara qoyun. Çıxın mən dərmanlıyım da bu evdə. Nə olub? Ne ses köyde? Ne hay köyde? Ne olub ay bala? Gəldi. Heç zat, qızın oqqa verir də. Güyamış, burada ilan var. Bu da ilan tutan. Gətirib bizim üstümüzə. İlan var az bu həyətdə. Düzdür də qızım. Söz ilan dörsüz bəs nə söz? Nə söz də söz, hə? Qızım bir söz deməmiş sancır sonu. Qızım bir söz deməmiş zəhərlir sonu. Qızım bir söz deməmiş yılan kimi sarılır sonu boğum boğursuz. 100 dəfə sənə deyirdim ay qızım. 100 dəfə mən sənə deyirdim ki, əgər baldızınla, qaynanınla bir evdə yaşayacaqsansa, köramal olma. Qulaq asmadın mənə. Köramal olub əl-ayak altını qalıb əzilmə deyirdim sənə. Anaya qulaq asma. Mənə bax, bacı. Bu kimdir? Anam, mesaj yazdım, gəldi. Anam, yaxşı eləmsən. Bu qədər ilansa bir dənə kirpi lazım idi bıraxma. Özdə sənə onun oxatan kirpidir ha. Uzaqdan vurdu bunları. Heç də. Mamaşa, eşdirsən? Hə, qadan. Sən gəldin, burada ilan nə qələt eləyirsin. Hamısını bir dənləyəsən. İki ayaqlığını da sürüləndə. Mən getdim. Mən getdim, mənə müsaade. Hara getdin? Beylan. Ayəsi qardaş. Beylan. İlana bə kirpi dağıdacaq, nə alat olma. Mən qaçdım. Mən qaçdım, salamat. Baş sponsorumuz Abşeron Ticarət Mərkəzi. Abşeron Ticarət Mərkəzinə gəliş-gedişlər sürətli və komfort doludur. 20 yanvardan 130-194, Gənclikdən 211, Nəsimidən 205, Xalqlar Dostluğundan Y1, Xırdalandan 596, Binəqədidən 176, Lökbatandan 174, Qızıldaşdan isə 126 nömrəli avtobuslara minib, ticarət mərkəzinin içərisindəki dayanacaqda düşün. Minlərlə mağazada sərfəli təkliflər sizi gözləyir. Abşeron Ticarət Mərkəzi. Eviniz üçün hər şey. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Xüsusi sponsorumuz Bizondur. Bizon Pink seriyası zəriflik və innovasiyanın mükəmməl birləşməsindən yaranan xanımlar üçün xüsusi olaraq hazırlanmış içkidir. Hər bir detalı diqqətlə düşünülmüş bu içki, seçilən dadların və göz oxşayan rənglərin bənzərsiz harmoniyası ilə qadınların hər qurtumunda özünə məxsus və dəyərli olduqlarını hiss etdirmə missiyasını öz üzərinə götürüb. Bizon Pink sadəcə bir içki deyil, qadınlara özlərini əzizləmək və daxili gözəlliklərini qeyd etmək imkanı verir. Beləliklə, onları gündəlik həyatın monotonluğundan uzaqlaşdıraraq özünə şəfqət və sevgi səyahətinə çıxardır. Bu xüsusi içki müasir qadının dinamik həyat tərzinə mükəmməl uyğunlaşmaq üçün nəzərdə tutulmuşdu. Gərgin iş qrafikindən sonra axtardıqları dincliyi tapmaq və dostları ilə bir araya gələrkən yaşadıqları xoş anları daha da xüsusi etmək üçün onlar üçün ideal seçimdir. Bizon Pink hər cəhətdən qadınlar üçün nəzərdə tutulmuş, detalları ilə onların həyatlarında kiçik qaçışlar üçün mükəmməl yoldaş olmağı vəd edir. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bunu verir mən çıxdım. Bu dəqiqə Xəzanə xanım. Xüsusi sponsorumuz qardaşlar Mebel bu dəfə sizin üçün məktəblər, bağçalar və digər təhsil müəssisələri üçün istehsal etdiyi mebelləri təqdim edirik. Bu mebellər rahat, dözümlü və komfortludur. Əldə etmək üçün qardaşlar mebel salonuna yaxınlaşmanız kifayətdir.
Uzun zamandır tum bazarında özünə məxsus keyfiyyəti və ləzzəti ilə seçilən Çiko Günəbaxan tumları və çərəzləri daha yeni bir məhsulu sizlərə təqdim edib. Sarı qablaşdırmalı qara ildırım tumları. Dostlar, bu tum görünüşünə və növünə görə, ən əsas da iriliyinə, dadına görə çox fərqlidir. Şəhərin bütün marketlərində var, tövsiyə edirik sizlərə. Sənə demədim gələndə çay al. Ürəyim almışam da beta. Bildimi? Böyük qutulu çay demişdi. Ürəyim bu betanın böyüklüyü, kiçiliyi, qutusu onun fərqi yoxdur. Əsas odur ki, çəkisi ağırdır. Axı başqa çaylar Görün. doğrudan ağırdı ya. Kişimin başı işləyir də. Sağ ol. İndi bildim başım işləyir. Əmin oldum. Sponsorumuz Azboko Construction'dır. Azboko istənilən çətinlik dərəcəli layihələrin hazırlanması və idarə olunmasında geniş təcrübəyə malik olan yüksək səviyyəli peşəkar memar, dizayner və mühəndislərdən ibarət təmir və tikinti şirkətidir. Azboko sizə güvən, keyfiyyət və rahatlıq vəd edən fərdi və korporativ tikintilərdə öndə gedən inşaat brendidir. Tikinti və təmir işi uzun vaxt, keyfiyyətli məhsul və xərc tələb edir. Bütün bunları balansa saxlayaraq mükəmməl nəticə əldə etmək üçün Azboko şirkətinə müraciət edə bilərsiniz. Azboko güvən, keyfiyyət və rahatlığı sevənlər üçündür. Əlaqə telefonu 050 790 00 66. Hamımızın. Bu alqışlar hər kəsindir. Çınarın bağını da alqışlayaq. Gözəl bağı var həqiqətən də. Çınarı yeganə o bağdır ki, ancaq Instagramın şotuna tikildi də yavaş-yavaş. Özüm şart. Bu fundamentə görə mən şəxsən təşəkkür bildirirəm. Bu armatura görə elə gözümüzün qabağına tikildi də o. Bir dənə kimsə pərdə göndərmişdi. Çınara pərdəni paylaşmışdı. Pərdə xoşuna gəlmişdi. Paylaşdı, sildi. Mən bildim ki, pərdəni dəyişəcək. Səhərsi gün başqa pərdə gəldi. Bu pərdəyə görə təşəkkürümüz. Hal olsun Çınara. Nəm çörək də valla Allah bərəkət versin. Doktor, doğrudan mən maraqlıdır. Məsələn, o piy çəkirləri, məsələn, bildiyimiz bakdan benzin çəkən kimdir? Elə dördə, o nəsə qaşıyırsın. Çox sağ ətrafı məlumata görə təşəkkür edirəm. Doğrudan doktor, o necə olur proses başlıyor bu piy çəkmək? Çünki bizdə çox ehtiyaclar var, ona görə deyirəm. Olur ki, onu satırsınız o piyi, məsələn, rahat və ucal piydir, bax, bunu rahat. Nə ağzı əyirsən? Ha, onun fanatları var. Doktor danışmadı. Doktor ha danışdım, danışmadı. Ev yox. Gələk klinikaya. Doktor da alqışlayaq, xahiş edirəm. Ehtiyacı olanlar mütləq müraciət eləyin. Mütləq. Həqiqətən də doktorun əli çox qızıl əli var. Mənim üçün də xalamı yığıb, xalam perikoz gəlir hələ. Hə, təşəkkürlərimizi buyurun. Təşəkkürlərimiz var. Nərgiz Butik. Sonsuz təşəkkürlər. Alqışlarımız. Bizim aktyorlara, aktrisalarımıza geyimlərlə təmin edir və o geyimlərin də təmizlənməsi və yenidən aktyorlarımıza təhvil verilməsi Evroklinə borcluyuq. Təşəkkür edirik. Dəstəkləri üçün çox sağ olsunlar. Və sonda sözümüz yoxdursa... Dostlar, sizdən sağollaşırıq. Yenə öz vaxtımızda. Görüşmək üzrə. Sağ olun. Yaxşı ki var.